Son illərdə Azərbaycanda pensiyaların hər il indeksləşdirilməsi ənənəvi hal alıb. Bu proses sosial təminat sisteminin sabitliyini qorumaq və inflyasiyanın pensiyaçılara təsirini minimuma endirmək məqsəd daşıyır. Bu baxımdan gələn il pensiyaların neçə faiz indeksləşdiriləcəyi və ümumilikdə nə qədər artımın olacağı maraq doğurur. Mövzu ilə bağlı konkretaca danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, təqaüdlərin indeksləşdirilməsi qərarı Nazirlər Kabineti və ya Prezidentin fərmanı ilə qəbul olunur. Ekspertin sözlərinə görə son illər indeksləşdirilmə orta aylıq əmək haqqının artım tempinə uyğun şəkildə aparılır. Bu səbəbdən də dəqiq faiz demək çətindir, amma çox güman ki, əgər indeksləşdirilmə qərarı verilərsə, artım təxminən 8-10% civarında ola bilər, deyə Natiq Cəfərli qeyd edib. Yəni, təxmini hesablasaq 300 manat pensiya alan şəxsin təqaüdü 10% indeksləşmə ilə 30 manat olacaq. 8% ilə isə bu artım 24 manat təşkil edəcək. Qeyd edək ki, pensiyaların indeksləşdirilməsi prosesi hər il iqtisadi göstəricilərin dəyişiminə əsasən həyata keçirilir.